Ayrılıqdan sonra o çəkdiyiniz acını, ağrını təbii olaraq görün. Əzizim, uzun müddət bir yerdə olmusunuz. Bir yerdə xoş günləriniz olub, bir yerdə acılı günləriniz olub. İndi birdən-birə ayrıldınız. Məlumdur ki, halınız pis olacaq, hər birinizin halı pis olacaq. Bax, önəmli olan budur ki, sən biləsən ki, bu his ki məndə var. Əvvəla bu ağrı, bu acı təbiidir. Mən zəif adam deyiləm. Öyrəşmişdim onun xarakterinə, həmin şəxsin gülüşünə, yerişinə, mənə olan diqqətinə, qayğısına öyrəşmişdim, alışmışdım. Beynim dopamin ifraz edirdi, oksitosin ifraz edirdi onunla birlikdə olanda. Bunlar hamısı şadlıq hormonları idi də. Birdən indi ayrıldım. Məlumdur ki, beynimdə bir sıra ağrılı, acılı hisslər yaşanır. Bir şeyə də əmin ol ki, zamanla düzələcəksən. Yəni indi yaşadığın o hiss, indi yaşadığın o ağrı, acı həmişə olmayacaq.